Sabahınız xeyir, saat 8:09'dur. Biz artıq Trabzona yola düşürük. Biz gələndən bəri Nigar özü üçün belə listelər düzəltmişdi. Bizim bələdçimiz Nigar idi. Buraya gedəcəyik, oraya gedəcəyik. Biz özümüz üçün Bələdçimiz yoxsa planı buranı mı? olsun planı quran. Bələdçimiz də Oksanadır. Ona qəşəngəmdir. Rus dili və ingilis dilini bildiyinə görə Oy. bizi qəşəng gəzdirdi. Və planlaşdıran da Nigar idi. Nigarın belə 3 dənə çıxılı vərəqi var. Ora hər şey yazıb. Deyir ki, indi listenin içində 2 dənə restoran qalır ki, oraya getməmişik. Bu arada ChatGPT-nin Allah canını sağ eləsin. Biz çünki hər yerin adını, məsələn indi biz gedirik Trabzondan sərhədə, ondan yazmış Sarpi Border falan, nəsə də sağ olsun. Məsələn bir 15 kilometr indi yol gedəcəyik. 20-25 dəqiqəlik məsafədir də. 15 kilometr və biz baxdıq Boltla taksinə 30 liraya getmək olurdu. Amma bizə məsləhət gördülər ki, burada tez-tez avtobuslar keçir Sarpiyə gedən. Həmin avtobuslarda Ploşad adlanan yerdədir. Gəldik elə ora gələn gün də oturduq. İndi biz buradan ora adam başına 2 liraya gedəcəyik. Biri var ki 30 liraya gedək, bir də var 6 liraya. Şok. Bir gedək, acıq, susuduq. Bir də gəlib saat 12 falan çatacaq otelə. Rezerv eləmişik. Hə. İlk dəfə ki oteli rezervasiya eləmişik qabaqcadan deyə içimiz rahatdır. Bir də ki buradan Otağın videosunu çəkmədik. Çəkmisən? Otağın. Hə. Yaxşı çək. Maraqlanmadan bir dənə otaq tutmuşduq buradan. Dedik ki, bizim üçün əsas gəzməkdir. Amma otağın şəraiti o qədər də yaxşı deyildi. Amma ev sahibi çox qəşəng idi. Paltarı axşam soyundum ki, səhər baxırdım ki, sırış götür baba. Yəni kəsək şəkildə necə istirahət eləmək olur, onu elədik. Amma ev sahibi çox yaxşı idi deyə, o birisindən fərqli olaraq bizim gözümüzə görünmürdü bu. Mənə fikir verin. Deməli, ağac olmayan hissələrdə qayaların üstünə belə sitkalar keçiriblər ki, nəsə sürüşmə olsa, nə qaya oradan düşüb eləsə, yola düşməsin deyə ehtiyat tədbirləri görüblər. Həqiqətən çox yaxşı bir ideyadır. Bunları nəzərdə tuturam. Həm də yaşıllıq üçün də yaxşıdır. Sarmaşıqlar daha yaxşıdır. Onlara bağlanıb yuxarı çıxa bilir. Türkiyə! Gürcistan-Türkiyə sərhəddindəyik. Keçirik birazdan. Karadeniz'de gemilerim mi battı şu anda? Karadeniz. Ama batan gemi yok. Görün. Bu nedir Karadeniz'de? Görün şu evsizler zaten. Bunlar da itler konkret olarak evsizler. Deməli, buradan hədiyyəlik, çaxır alırıq, şərab alırıq. 1 litrə qədər icazə verirlər. Bizə görə. Artıq qeydiyyatdan keçdik. Türkiyədəyik artıq. Və burada hədiyyələr də almışıq. Deməli, qeydiyyatdan keçəndə Oksananı tanımadılar. 5 nəfər polis, əməkdar. Yığışıblar şəklin üstünə ki, Mənə məsələm minə qala. eyni adamdır. Burnunu düzəltdirəndən sonra. Parmalarına bax. Buranın gömrüyünün mənzərəsi çox qəşəngdir axı. Buna baxın bir. Hava da tərtəmiz. Burada yaşayaram. Düzdür, biraz sıxılaram amma yaşayaram burada. Bu məşhur tunelə girdi indi. Artıq Trabzondayıq və bizim cəmcümlətə 140 manata tutduğumuz otaq çox qəşəng. Hə, və 2 günü 140 manata. Çox qəşəngdir. Neçə günlük o pasiyak həyatdan sonra burada bunu görən biz görməmişlər. Hələ buna bax. Nasıl çıx səndə? Trabzonun meydanındayıq. Səhər yeməyi yeməyə vaxtımız olmadı deyə indi səhərdən gün ortanı birləşdirəcəyik. Acımızdan ölürük. Qəşəng bir dənə yer axtarırıq. Kır pidəsi istəyirəm mən. Neçə gündür yuxuma giribdi kır pidəsi. Ortaya bir dənə İskəndər dedik. Bir dənə deyti dedik. Bir dənə də yoğurtlu tantuni dedik.
Və bunlar da bizə hədiyyə verdilər, mezelər belə. Və dayı da çox şirin, tatlı bir şey. İskəndərci idi, nə idi? Oradan yemişdim İskəndər. Heç xoşuma gəlməmişdi dadı. Tomatın dadı çox turşuydu. Amma indi yediyim İskəndər çox dadlıdır, dəhşət dadlıdır. Möhtəşəmdir. İndi beytimin dadına baxırıq. Burada çox yeç oldu. Nəysə. Bu size videoların ikisinde de çok böyle day var bunda düşüyor. Ben ağzıma 10 yarısı koydum. Çünki mən elə çalışıyorum. Çünki elə elə bir şey yemək yeməyi unutmuşam mən. Çünkü bir süt kadıyım. Konumuz yoktu değil. Vaxtımız yoxdur gəzməkdən. Onların gözünden bana paçak gibi. Allah hakkı. Sümbül ucuz diye sümbülün Tüm 22 kun yoksa geçmez adam. Beytimin dadı çox da şəndir. çok tatlı. Dayan baxıram mən. Görsen ben dediğimde. Yoğurt. Bakıda da var. Tantuni. Of, yoğurtlu tantuni. Dayan, buna da baxaq. Beytiyə sonra qayıdacağam. Ay, başım fırlandı. Это что такое? Ben şoktayım. Ben в şoke. Dilim değişti. O kadar haz aldım ki. Sonuncu pulu da qalsa ondan alayım. Nə zaman ürəyim tantuni istəyirdi. Harda yeyim deyə düşündükdən sonra son qərarımız Trabzon oldu. Deməli bu qaribanlar Bizim mesela çok az az para oluyor. Biz bunu görünce böyle şok oluyoruz. zengin olduğumuzu zannediyoruz bugün. Evet, biz Buranın məşhur AVM-sinə gəlmişik. Günəm bir qəribə görünür. Belə həm açıq havada var AVM, həm də bağlı məkanda var. Biz də HM-ə gelirik. Açırsan bu taraf bulaşdım. Atırsan kaba bir tane bundan çıkırsan şöyle. Belə reklam olmamışdı. Deməli bizim qızları salmışam gratisə çıxarda bilmirəm. Bir dənə buna baxın. Gerek salmazdım. Hele bir tövsiyeler verir bize. Doları getib xırdaladım ay qızım. Kaşığıma sığmır. Kaşığıma harada. Buna baxın, nələr olmuş? Qız hədiyyəlikdir ya hamısı. Yox, üstəlik bizim babamız. Ben bunu bu sulfatsızdı, keratin içinde. Ben ağız bunu Rozman yaxalandı. ve Alivia'dan 15 manata alıram. Nə olur? Ben bir tane kız yaxınlaşdım benden birden çağırda döndüm ki görürsen ne olur. Dedi ki abla çok güzelsin durduk yerde. Əridir, düşdü. Bəli. Hə, всё. Medikur isti 7 manata. Salafanızı göstərin. Heç bir istifadə elədim. Mən bunları çıxarda bilmirdim. Onu alım, bunu alım, onu alım. Hayır alacaqdım. Mən sümbül saxladım. Ay, götürdü yatdı. Üstəlik bizim qabulumuz da yoxdur. Nereye Mən geri gəlsə bütün paltarlarımı sizə geyinərəm, amma bunları qoyarım. Paltar almağa gəlmişlər. Paltar zaten heç nə almadılar. Üstəlik heç yerə getmədilər də. Bir dənə qratisiyə girdilər, çıxdılar. Bunlara o qədər qratisdən danışmışam ki, bir də qiymətləri görəndən sonra bir də 70% endirim var idi. Ona görə mən məsəl üçün özümü saxladım. Təxminən 50 manatlıq aldım. Amma bunlarınki 100-ü keçdi. 130-140 manatlıq bir şeylər aldım. Gözün doysun, Aksana. Gözün doysun. Buna Ay bax. Allah, mən bunları nə vaxt aldım? Deməli bizim qızlar məni qoydular kafe dünyasında, təzədən qayıtdılar gratisə. Yenidən gözləri doymayıb. Və 1 saat yarım da artıq gözləyirəm, gəlmir. Bunların da interneti yoxdur. Necə əlaqə saxlayacağımı bilmirəm. Əşyalarımı qoymuşam orada. İndi bunları axtarıram, tapa bilmirəm. Harada Allah bilir, başları qarışıb. Lütfen. Deməli, tez tələsik düşmüşük otelin səhər yeməyinə. Nigarın fikirlərini alıram. Makyajsız çıxdığım üçün sınırıram. Mən bu qədər yaxşı gözləmirdim səhər yeməyi. Daha doğrusu çox çeşidli. Çünki
biz ödəniş olaraq düzdür, endirmə düşmüşdü Bookingdən sifariş elədik, yəni daha doğrusu rezervasiya eləmişdik. O səbəbdən demirəm ki, pis yer tutmuşuq, amma gözləntimdən yuxarıdır. Ümumi olaraq xidmət də, yeməklər də, otaq da, hamısı hər səfərində məni təəccübləndirdi, yaxşı. Həqiqətən çox yaxşıdır. Otağın rahatlığı, biz birinci elə bilirdik, işıq yanmır. Şeydir, axtarmışıq, işıq yanmır, deyə burada hakü salmır. Sonradan vermişik ki, yatağın arxa hissəsindədir işıq. Nəysə, işığı da elə tapdıq, yandırdı. Və gecə saatlarında olmana baxmayaraq, məsəl üçün bizə su lazım oldu, su verdilər. Əslində çox şeylərdə, otellərdə verdilər, bir dəfə verdilər, bəs deyir. Digər, məsəl üçün, hara getmək lazımdır, onlar da bizə tövsiyə edilər. Əslində saat 2-də olmalıydı, amma biz saat 12-də çatmışıq deyə. Düzdür, yəni tələbat məsələsi də var. Bəzi otellər yaxşı olmasına baxmayaraq, tələbatı yoxdursa, bu kimi şeylərə detallara takılır. Amma məncə çox yaxşı seçimdir. Bu gündən əgər endirimli qiymətlər buranı tutmaq mümkün çox yaxşı. Bilal belə çox ağır. Benim elə ağır. Ben ne kadar durdum sonra. Kolumla başladı ağrıma. Çıxarıb götürün, belin ağrısı kəsmə buradan orada qoysun. Burada onda artıq sevgili qablamı var. Yağın hara? Belə eləyəcəm. Axı. Ben değil o. Ora elə bərk tutmuşam ki. Bu bir. Belə elə də, belə elə. Belə. Yox, belə düşən şey. Bax, idman elə yağların hərəsini. İdman elə. Burada dilimizdə başa düşürlər. 2 3 var mı artıran? Buradan otel kurmak. Var mı artıran? Akif desin ben elə ailəmizə bir dənə yağ vura verəcəm. Kofe düşdü bir də. Anneciğim. Ay görmemiştim. Azale bura bak, burada da var. Desen xala verirdi. Ulan bak. Deyəndə xala verirdi. Aşağıda niyə olur gətirsin? Bu sıfırdan otel qurmaq istəyir. Yok Dəsmallar da yok götür. vermir. Aha buna bak, hele bir tane çıktı. Dəsmallar da götür. Xala biz belimizi yağlayır Ay diyor. ya Trabzon kolbas. Sen bunları hasarı prosta aşırdı ben bilmiyorum. Biz xəbərimiz də Mesela olmayıb. oldu ki kofedir, çayda Limon hansını çay. istiyorsansa artıklamasıyla verirler. Limon çay. Aşağıda ne oluyor? Yok tereyağı başka. Yok her şey buranın tereyağısı başka. Geri yağı güzelliğe versin. bak. Dede babam kimi böyle. Yo dedem aldı. Yok ben uğramışım. Tapasın bayrağı. Hiç neyle ortak olmuyor, tut bunu. Olmaz. Yo Allah hep neçeden uğramıştım. 2 Ay yavaş yavaş. 4 6 doğru hamısı bir tanesi kaldı orada. Allah Kameler de burada. Özüm öz haladım ben. Xiyar bunları sönüb. Hala zəhmətimdən uğramışam bir bura. Aa, zahmetinle olmuyor. Hala, zahmetinle en çık ortada. Olur. Gedir hələ qraf sorduğum. Trabzonda artıq ikinci günümüzdür. Biz bu 2 gün ərzində ancaq Qratsiya getmişik. Bu da yeni klokum. 2 gün Trabzon gezmişik ama ancak yemek yiyip Gratis'e girmek. Yemeğe bir defa girmiş restorana. Gratis'e 4 defa girmiş. Bəli, Genə Sümbül bizi xərilətdirir. Med parfümə girmişik burada. Hepimizde aynı koku olmasın. Yo, elektrik mənim. Bəli, mən keçən dəfə şeydən gələndə, İstanbuldan gələndə 4 paçka Med parfüm almışdım. İndi bizim qızları salmışıq bura. Və bunlar da Sümbüllə içərə getməyin. Allah getməsin. Ay bana pulumuzu qutardı. Ben o gün Ama sizə bir şey deyim, pulumuzu qutarsa da mən bir il yəqin ki içərə getməyəcəm nəsə almağa da Bakıdan. Özdə Bakıdan baha qiymətə axtardığım şeylər var ki, hansı ki burada dəhşət ucuz 10 manatı şey aldım. Ben Amber Elixir Night'ın A klasını aldım. Şimdi biraz toplamış olabilirim ama yani elədə bu elə başa düşür. A-klası da həm. A-klası da özləri düzəldirlər. Özləri düzəldir, oxşar, qoxusu orijinal. Deməli şey deyil də, məsəl üçün paprika, yağlar falan qarışdırmırlar. Özləri hazırlayırlar parfümləri və qoxularda təxmini 2 gün qalır. Mən keçən dəfə gedəndə 4 paçka şey almışdım. K101 almışdım. Həqiqətən iyisi çox qəşəng qalır. Demək olar ki, onları o qədər qalır ki, hətta gündə bir dəfə vururam işə yarayır.
Qiymətdə indirimlərdə olur. Deməli, məsəl üçün indi 250 TL'lik şey aldım. Mən məsəl üçün bunu 250 TL aldım 10 manata. 100 millisi məsəl üçün 350 TL'yə düşür. İndi qızları gətirmişəm kırpideciyə. Kırpidesinin dadına baxacaqlar, görək nə tepki verəcəklər. Buradakını bilmirəm, mən də əmin deyiləm dadından. Buradan kol börəyi almışıq, bir də su börəyi, bir də tost almışıq. Kol börəyi 110, bu da 110, bu da 55'dir. Tost da neçə idi? 110 idi təxminən bu da. Mənzərə də belədir. Deməli, kırpidesinin dadına baxdım. Mən istədiyim kimi deyil. İstanbulda buna kişniş falan vurmuşlar. Bundan nəsə belə ot vurublar. Bu da dadı dəyişib. Həm də acılığı da yoxdur. Biraz tam şey eləmirlər və əti döyürlər tüşlərdə. Bu nə çəkilmiş ətin dadı dolma əti dadı verir burada. Bu birisi tosta baxacağım indi. Məncə səndən bir yerdə baxaram. Bax. Tək qalma deyə. Əsla yəni elə şey eləməyəm. Sən qalacaq. Qəşəngdir, pendiri də əriyir. Su börəyinə baxırıq. Su börəyi deyil. Dedim. Amma xəyal etdiyim bu deyildi. Biraz daha qızarmış versiyalar olur. Kol börəyi. Ayaq börəyi yoxdur. Bravo'dakı şeydir. Beşinci yeri var. Orada satılanlar. Mən ayaq börəyi istəyirəm. Bu kol belə kol kimi gəlir də, belə olur. Kol indi zəngli kol, yoxsa qolumuzdakı kol? Və bu börəkləri əsl sarı yer börəkçi var ya, orada yeməlisiniz bunları. Orada əsl dadı orada çıxacaq. Buradan orada 55 dəqiqə olduğuna görə biz harada tapdıq, orada yeməyə başladıq. Burada məşhur Trabzon meydandır. Orada da Trabzon yazısına baxın. Hollywood yazısı kimi baxın. İlker bizim üçün rota oluşturmuşdu ki, əvvəlcə Atatürk köşkünə gedəcəyik, sonra Ayasofya məscidinin müzeyi var, oraya gedəcəyik, nə bilim, Bozdağdır, nədir belə bir yerə gedəcəyik, amma o qədər yorulmuşduq ki, artıq onları eləyə bilmədik, ancaq meydanda gəzirik, çarşını gəzirik, belə yemək yeyirik, sokaq ləzzətlərinin dadına baxırıq, axşama gedəcəyik balıq ekmək yeməyə, nəm alışverişimizi eləyirik. Trabzon bizim alışveriş və yemək dadıma yerimiz kimi oldu. Gürcüstanda çox gəzdik deyə burada həm dincəlirik, həm də ki belə maraqlı. Qızım, başımda qəşənglər şərt gördüm, ondan mən də olacağım. Türkiyədə ən çox təəccübləndiyim məsələ nədir bilirsiniz? Apteklərin saat 7-dən sonra işləməməsi və 6 bazar günlərdə işləməməsi. 2 dənə növbəti eczanə var, o da çox uzaqdadır. Yəni sifarişlə işləyirlər, o da neçə saata gələr, ona qədər sən ölərsən, bitərsən, bəlli deyil. Gəlirdi. Şimdi. Mənzərəyə bax elə, başını qaldırırsan belə. Arada Trabzonda gəmi ilə gəmi turunun qiyməti də 300 TL'dir, 12-13 manatdır. Biz bilmədik, vaxtımız çox getməsin. Sabah saat 10'da uçuruq çünki Bakıya. Artıq tətilimiz bitir. İşə başlayırıq. Hənifə Hatun camisinə gəlmişik. Buranın avlu hissəsidir. Birazdan girəcəyik. Nigar dua eləyəcək. Mən də video çəkəcəm. Çox qəşəngdir. Həqiqətən möhtəşəm bir yerdir. Burada dəstəmaz almaq üçün yerlər də var. Deməli, gəzə-gəzə qabağımıza məscid çıxdı. Məscidin görünüşü, memarlığı o qədər qəşəngdir ki, üstündə o qədər işləyiblər ki, çox qəşəngdir həqiqətən. Ümumiyyətlə, türklər bu məscid, dini yerlərə falan həqiqətən çox diqqət göstərirlər. Üstəlik, bütün saray kimi eləyiblər. Baxın bir dərə. Bir də bizdə 2-3 dənə belə qəşəng məscid var. Amma bunların bütün məscidlərini, haradasa biri 20-25 dənə məsciddə girmişəm. Hamısı belədir. Tarihi Bedestan Caddesi. Bence düz gedək ya. Düz gedək. Bak burada belə hədiyyəli şeylər var ya, baxaq. Bir
belə Bedesten deyə yerə girdik. Tarixi bir yerdir. Yuxarıda restoranlar da var. Burada maraqlı, baxın, oxuyanlar da var belə. Deməli, balıq ekmək yeməyə gəlmişik belə məkana. Sosial tesislər kimi bir şeydir, amma daha bu da belə büfe kimi bir yerdir. Ha, şəkil çəkməmişik. 160 TL verdik buna. 165. 165. Və Necə işə biləcəyik? beləcəyik. Simbolajlı deyə biraz ona görə aqressiv başa düşməyim. Biraz ingiliscə özdə Mən gələcək. balıq sevmirəm. Yumşalacaq biraz. Ona görə biz ikiyə bölmüşük. Tamam, Bura kasıb bax, deyil ya, prosta bu ikiyə boyda boyunla yediyinə bax. Məmmədim götürün bunu. Balıq ekməyin üstündən çay içdik. Cəmi cümlətə 535 TL tutdu yeyib içdiklərimiz. Və onun üstündən də Nigar özünə belə dondurma aldı. Kafe dünyasından təbii ki. Biz də kafe dünyasından ailəmizə hədiyyələr aldıq. İndi Dünyasını biz dolandırmışıq. evet. Kahve dünyasından çıxmırıq. Evet. Kahve dünyası rotamız belli. Gratis kahve dünyası, Trabzon meydan, sonra Med Parfüm, sonra sahil. Başka nereye gittik? Mall. From Mall'a gittik. Saat 5'ti. Hazırlaşırıq. Bu da dünən poçet elədiyimiz börəyi yeyirik. Sandım. Ay, heç get. Ses geldi. Sevgili arkadaşım. Özümə paketləri Bakıya göndərirəm. Kız. Ətə girəcək. Bagajımız çox yekədir. Üst-üstə geymişik. Göstərəcəm indi sizə hamısını. Öz Azərbaycanın üstü də geyinməmişəm. Geyməyəsən? Geyinə bilərəm. Elə olar ki, sözümü də udaram orada. Mən elə bilmirəm. Və bagajımız... Victoria's Secret Fashion Show, welcome baby. Başlayır. Bu Reza Begati. Nəvəsi də ola bilər. Tam bilmirəm. Özünü elə təqdim edib. Mən bomboş stilində 1, 2, altdan 3, 4 dənə şalvar geymişəm. Telefon da düşür. Final idi, yancın qırmızı çıxır. Ha. Deməli, üstündən belə bir şey yeyinəcəm. Bu daha belə salaş göstərəcək kombinimi. Və üstündən də Qalıb indiyə. üstündən də bunu geyinəcəm. Baxın, O necə göstərəcək salaşın salaşı? ha, bu daha da şey göstərəcək. Çünki Salaş double. elə bir yer ola bilər ki, belə geyinə bilərsiniz, rapçi kimi falan. Bir də bunu belə geyinərsiniz. Baxın, belə geyindik. 4 dənə şalvar geymişəm. Baxın, bilinir 4 dənə şalvar geyindiyim. Ha, DJ'lerim, DJ'lerim. Bir saniye göster, bir düğmesine bas. Yorumlarda Azərbaycan dili yazarsınız. üçün bir düğməsini seçin. Türk dili üçün 2 düğməsini seçin. Səs vermək üçün 15-17. Bir yazıb göndərin. Kartıma platından 4169 73 88. Ay gözəl, məni yandı. Online formada izlənməyə başlamışam. Bəlkə mən qoyasan xəstə uşağım. Baxın. Belə. Bunu da belə qəşəng bağlayırıq qapağını. Qəşəng necə bağ? Bu qəşəng bağlamaq. Bax 100 kiloyam mən. Mən indi bu dəqiqə 100 kiloyam. Belə bağladıq. İnsanlar çox mariflənlər bir dəqiqə sən 100 kilo olmaq. Baxın, əgər bagajınız yetmirsə, Belə belə eləyə bilərsiniz. sizdən girə bilər. Oy, o da görüm. Yəni təsəvvür hələ bu qədər əziyyət çəkir, sonra təsəvvür 10 kilo yeni keçir, cığılaram. Keçir də o. Oy da yuxarı qalxdı ki. Bu da bax, özlərini saxlaya bilməməyin nəticəsi. Deməli, ən çox məndə gözlənilirdi çox olacağı. Ən az bunlarda olub. Ən çox bunlarda olub daha doğrusu. Neçədir? 13 idi, məndə 14 kiloydu. Bunda 15 kiloydu. Biz aksana paltar zad gətirməmişdik. Hə. Deyir ki, heç nə şey eləməmişəm. Dolduracağıq, mənə dolduracağıq. Hə. Ətəs.
Bu gün də yürüdük. Biz manifestdəyik. Eşidirsən? Biz manifestdəyik deyə bu. Bunu mən eləməliyəm. Mən heç bir vlog boyu danışmamışam. Baxdım. Hə, bax. Dostlar, biz deməli Trabzon hava limanındayıq. Vlogumuza son deyirik. Baxın, bu da mənim təzə sürümdür. Liza Dekatiyə buradan salamlar. Amerikada olanda belə geyinirdim. Burada mənim patrikalarım mənə qəribə baxırlar. Bostonda belə şey yox. Alis mən düşdüm buna baxın. 4 dənə şalvar giymişəm, 4 dənə kofta giymişəm, 2 dənə metrik giymişəm. Bəli dostlar, artıq vlogumuzun sonuna gəlirik. Bir həftəlik səyahətimiz bitmək üzrədir. Nigar, hayallər, həyatlar. Deməli, gedəndə də sandviç vermişlər, burada sandviç verirlər. Amma biz gözlüyoruz ki, yol üstündə necə yemək versin. Sandviç biraz da sürmədilər. Bəli, yuxu kimi bir həftə bitdi. ki, bir həftə keçdik. Yəni doğrudan elə bir kinodan çıxırsan, bir filmə baxırsan 2 saat, 3 saat, çıxırsan bu dəqiqə bu koridorda onu hiss eləyirəm. O xoşuma gələn kino olur, çıxırsan. Kəsimdə qalırsan, elə bir şeydir. Yəni bu qədər plan, bu qədər Həyəcan. ondan sonra bir həftə olsun və bitsin. Sadəcə oldu və bitdi. Hər şey kimi bu da tempo. Amma möhtəşəm idi. Bəli, beləcə bir həftəlik tətilimizin sonuna çatdıq. Bizim üçün çox maraqlı, əyləncəli və biraz da öyrədici bir tətil oldu. Və siz də əgər belə videolar izləmək istəyirsiniz, belə cib dostu, səyahət videolar izləmək istəyirsinizsə, məni takip etməyi unutmayın. Sağ olun. Görüşürüz. İnşallah. Yolun ben açıq elə. Sağ olun, sağ olun. Siz də belə maraqlı, cib dostu videolar görmək istəyirsinizsə, məni takip etməyi unutmayın. Sağ olun, salamat qalın.